Yer səthindən uzaqlaşdıqca hava tədricən soyuyur. Bu zaman temperatur hər 100 metrdə nə qədər azalır? Bu faktoloji bilik tələb edən tapşırıqdır. Yəni konkret rəqəm var. Biz bilirik ki, yer səthindən hündürlüyə doğru temperatur hər 100 metrdə 0,6 dərəcə Selsi azalır. Cavab A bəndidir. Məntəqədə havanın temperaturunun sutkalıq gedişi -2, 0, 3, 5, 7, 4, 2, -1 olarsa orta sutkalıq temperaturu hesablayın. Bunun üçün biz sutkalıq ölçmələri cəmləməliyik. Burada əvvəlcə müsbət temperaturları cəmləyək. Əgər biz 3, 5, 7, 4 və 2-ni cəmləsək, bu edəcək 21 dərəcə. Biz 21 dərəcənin üzərinə mənfi temperaturları da gələk. Bu da eləyəcək -2, -1, -3. 3 dərəcə. Məlumdur ki, bu olacaq 18 dərəcə Selsi. Biz 18 dərəcə Selsini ölçmələrin sayı olan 8-ə bölsək, 18 dərəcə bölünsün 8 edəcək 2,25 dərəcə Selsi. Deməli, test tapşırığının doğru cavabı C bəndidir. Xəritə sxemdə əyri xətlərlə təsvir olunmuşdur. Xəritə sxemə diqqətlə nəzər yetirsək, burada əyri xətlərin üzərində temperaturların qeyd olunduğunu görərik. Müsbət 5, -4, -10, -8, müsbət 10, müsbət 5. Biz bilirik ki, temperaturları eyni olan nöqtələri birləşdirən əyri xətlər izotermlərdir. Digərlərinə gəldikdə isə izohipslər mütləq hündürlüyü eyni olan nöqtələri birləşdirən əyri xətlərdir. İzoseistlər eyni zəlzələ gücünə malik olan nöqtələri birləşdirən əyri xətlərdir. İzobarlar isə iqlim xəritələrində eyni atmosfer təzyiqinə malik olan nöqtələri birləşdirən əyri xətlərdir. Cavab B bəndidir. Dünyada müsbət 58,1 dərəcə Selsi ilə mütləq maksimum temperatur harada qeydə alınmışdır? Sadə faktoloji test tapşırığıdır. Tapşırığın doğru cavabı D bəndi Tripolidir. Belə ki, Afrikada yerləşən Tripoli məntəqəsində dünyada ən yüksək temperatur qeydə alınmışdır. Digərlərinə nəzər yetirsək, Oymyakon şimal yarımkürəsində ən soyuq temperaturun qeydə alındığı məntəqədir. London və Tokyoda da mütləq maksimum temperatur qeydə alına bilməz, çünki tropik qurşaqdan xeyli kənarda yerləşirlər. Cavab D bəndi. Xəritə sxemə əsasən passat küləklərinin səciyyəvi olduğu ərazini müəyyən edin. Biz bilirik ki, passat küləkləri daimi küləklərdir. Bu küləklər tropik enliklərdən ekvatora doğru hərəkət edirlər. Şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyillidirlər. Xəritə sxemə diqqətlə nəzər yetirsək, 2 rəqəmi ilə göstərilən ərazinin məhz tropik enliklər arasında qalan ərazi olduğunu görərik. Yəni, burada passat küləkləri tropik enliklərdən ekvatorial enliklərə doğru əsir. Beləliklə, 2 rəqəmi ilə işarələnən ərazi passat küləklərinin səciyyəvi olduğu ərazidir. Cavab D bəndidir. Xəzər dənizi üzərində ən aşağı temperatur hansı ayda müşahidə olunur? Biz bilirik ki, Xəzər bizim dənizimizdir və biz də şimal yarımkürəsində yerləşirik. Şimal yarımkürəsində ən aşağı temperatur yanvar ayında olur. Lakin okean və dəniz səthlərində ən aşağı temperatur yanvar ayından bir ay sonra, yəni fevral ayında da olur. Odur ki, tapşırığın doğru cavabı C bəndi fevral ayı olacaq. Briz küləklərinə xasdır. A. Mövsümi küləklər hesab olunur. Xeyr, mövsümi küləklər musson küləkləridir. Deməli, A bəndi briz küləklərinə xas deyil. B. Tropik enliklərin yüksək təzyiq sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru əsir. Bu, passat küləklərinə xas xüsusiyyətdir. C.
Tropik enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin alçaq təzyiq sahələrinə doğru əsir. Bu isə qərb küləklərinə aiddir. Nəhayət sonuncu, sutka ərzində istiqamətini 2 dəfə dəyişir. Bəli, doğru cavab D bəndidir. Briz küləkləri məhz sutka ərzində istiqamətini 2 dəfə dəyişən küləklərdir. Gündüz dənizdən quruya, gecələr isə qurudan dənizə doğru hərəkət edir və istiqamətini dəyişir. Cavab D bəndi. Dağın ətəyində havanın temperaturu müsbət 2 dərəcə Selsi olarsa, 2000 metr yüksəklikdə nə qədər olar? Dağ şəkli çəkək və 2000 metr yüksəklik elə dağın zirvəsi kimi qeyd edək. Ətəyində qeyd olunur ki, müsbət 2 dərəcə Selsidir. Biz bilirik ki, hündürlüyə doğru temperatur hər 1000 metrdə 6 dərəcə Selsi aşağı düşür. Onda 2000 metrdə bu edəcək 12 dərəcə Selsi. Deməli, hündürlüyə doğru temperatur 12 dərəcə Selsi aşağı düşəcək 2000 metr məsafədə. Ətəkdə verilir 2 dərəcə Selsi. Biz 2 dərəcə Selsidən çıxsaq 12 dərəcə Selsini edəcək -10 dərəcə Selsi. Deməli, dağın ətəyində havanın temperaturu müsbət 2 dərəcə Selsi olarsa, 2000 metr yüksəklikdə -10 dərəcə Selsi olar. Cavab A bəndi. Səmum və xəmsin küləkləri hansı ərazilərdə yayılmışdır? Səmum və xəmsin küləkləri səhralıq ərazilər üçün xasdır. Daha çox Afrikada və Ərəbistan yarımadasında səciyyəvidir. Odur ki, test tapşırığımızın doğru cavabı B bəndidir. Belə ki, Ərəbistan yarımadasında və Afrikanın şimal hissələrində səmum və xəmsin küləkləri əsər. Digər ərazilər üçün isə səmum və xəmsin küləkləri səciyyəvi ola bilməz. Cavab B bəndi. Hansı hava kütlələrinin dəniz və kontinental tipləri ayrılmır? Verilmiş hava kütlələrindən ekvatorialın, mülayimin, tropikin dəniz və kontinental tipləri var. Yəni, həm dəniz, həm quru üzərində eyni xarakterə malikdirlər, fərqli xarakterlərə malikdirlər. Odur ki, arktik dəniz, kontinental arktik, mülayim kontinental, mülayim dəniz, səhra tropik kontinental və dəniz tropik tiplər ayrılır. Lakin ekvatorial hava kütlələrində belə bir ayrım yoxdur. Odur ki, tapşırığın doğru cavabı C bəndidir. Aşağıdakı küləklərdən hansı tropik siklondur? Test tapşırığının doğru cavabı A bəndidir. Belə ki, tornadolar Şimali Amerika materiki üçün səciyyəvi olan tropik siklonlardır. Digərlərinə gəldikdə isə Sarma tropik siklon deyir, Baykal gölü ətrafında formalaşır. Mistral Fransa üçün səciyyəvi yerli küləkdir. Xəzri küləkləri isə Bakı və Abşeron yarımadası üçün səciyyəvi olan şimal-şərq küləkləridir. Cavab A bəndi. Cədvələ əsasən doğru göstərilməyən küləyi müəyyən edin. A. Şimal küləyi. İstiqamət cənubu göstərirsə, elə bu şimal küləyi olacaq. Deməli, doğru küləkdir. B. Cənub-şərq küləyi. İstiqamət cənub-qərbi göstərir burada. Cənub-qərbi göstərirsə, deməli, bu külək şimal-şərq küləyidir. Odur ki, doğru cavabımız elə B bəndidir. Digərlərinə nəzər yetirək, qərb küləyi istiqamət şərqi göstərir, deməli qərbdən əsir, qərb küləyidir. Nəhayət sonuncu cənub-qərb küləyi istiqamət şimal-şərqi göstərir, deməli cənub-qərbdən əsir, D bəndi də doğrudur. İstiqaməti doğrudur, yəni cavabımız deyir. Cavabın B bəndi olması öz təsdiqini tapdı. Binanın hündürlüyü 240 metrdir. Əgər binanın aşağısında atmosfer təzyiqi 750 mm civə sütunudursa, binanın damındakı atmosfer təzyiqini hesablayın. Biz bura bina şəkli çəkək. Binanın hündürlüyü 240 metrdir. Biz bilirik ki, hündürlüyə doğru hər 10 metrdə
atmosfer təzyiqi 1 mm civə sütunu aşağı düşür. Deməli, hər 100 metr hündürlüyə doğru atmosfer təzyiqi 10 mm civə sütunu azalır. Onda 240 metr hündürlüyə doğru atmosfer təzyiqi 24 mm civə sütunu azalacaqdır. Burada qeyd olunur ki, binanın aşağısında atmosfer təzyiqi 750 mm civə sütunudur. Və damındakı atmosfer təzyiqini bizdən soruşur. Biz əgər 750 mm-dən çıxsaq 24 mm civə sütununu edəcək 726 mm civə sütunu. Deməli, binanın damındakı atmosfer təzyiqi 726 mm civə sütununa bərabərdir. Cavab A bəndidir. Doğru olmayan fikri müəyyən edin. A. Səmada buludluluğun az olması gecə və gündüz arasında temperatur fərqinin böyük olmasına səbəb olur. Bəli, bu doğru fikirdir. Əgər buludluq az olarsa, yer kürəsi sürətlə qızıb və sürətlə soyuyur. Beləliklə, temperatur fərqinin böyük olmasına səbəb olur. B. Atmosfer təzyiqini ölçmək üçün civəli barometr və ya mayetsiz barometr aneroid cihazlarından istifadə olunur. Bu da doğru fikirdir. Cavabımız deyil. C. Sutka ərzində maksimum və minimum temperaturlar arasındakı fərq sutkalıq temperatur amplitudu adlanır. Doğru fikirdir. Nəhayət sonuncu günün ən aşağı temperaturu günəş batmamışdan 1-2 saat əvvəl müşahidə olunur. Bu fikir səhv fikirdir. Günün ən aşağı temperaturu günəş çıxmazdan 15-20 dəqiqə əvvəl müşahidə olunur. Cavab D bəndi. Azərbaycanda hakim olur. Biz bilirik ki, Azərbaycan əsasən subtropik iqlim qurşağında yerləşir və Azərbaycanda hakim olan hava kütlələri yayda tropik, qışda mülayim hava kütlələridir. Odur ki, cavab B bəndi olacaq. Azərbaycan ekvatordan xeyli kənarda yerləşir. Odur ki, Azərbaycanda ekvatorial hava kütlələri hakim ola bilməz. Eləcə də qışda ara-sıra arktik hava Azərbaycana daxil olsa da, bu Azərbaycanda hakim olan hava kütlələrindən hesab edilə bilməz. Çünki hakim əraziyə adından görüldüyü kimi hakim olan hava kütlələridir. Arktik hava kütlələri Azərbaycanda hakim hava kütlələrindən hesab olunmur. Cavab B bəndi.